Salam, sabahın xeyir günler. Buyur, biz səni eşidirik. Salam, sabahınız xeyir olsun əziz aparıcılarımız və əlbəttə ki, Telesəhərin daimi tamaşaçıları hər birinizi Bakı metropolitenindən salamlayıram. Bir məlumatı diqqətinizə çatdırım ki, Bakı metropoliteninin 28 may metro stansiyasında 4 eskalatordan biri təmirə bağlanıb. Daha ətraflı məlumatı isə bizə Bakı metropoliteninin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verəcək. Bəxtiyar müəllim, salam, sabahınız xeyir olsun. Zəhmət olmazsa təmirə bağlanan eskalatorla bağlı bizə daha ətraflı məlumatı siz verərdiniz. Salam, hər birimizin iyul səhəri xeyirli olsun inşallah. Bəli, Bakı metropolitenində 28 may stansiyasında yeni nəsil və yaxud da müasir eskalatorlardan birinin artıq təmir vaxtı çatıb. Ümumiyyətlə 2012-ci ildən istifadəyə verilən bu eskalatorda bu günə qədər daimi işlək vəziyyətdə olub. Lakin hər bir maşın mexanizmdə olduğu, hətta sürdüyümüz avtomobildə olduğu kimi müəyyən müddətdən sonra və yaxud da müəyyən yürüyüş məsafəsindən sonra həmin maşın mexanizm texniki baxışa dayandırılmalıdır. Eskalatorlarda istisna deyil. Bu mənada istehsalçı zavodun müəyyən etdiyi qaydalara uyğun olaraq 100 min kilometr və yaxud da 44 min saat iş rejimindən sonra eskalator mütləq şəkildə əsaslı təmirə dayandırılmalıdır. Yəni, əsaslı şəkildə təftişə hər bir hissələri cəlb olunmalıdır. Artıq ilkin təftişin nəticəsinə uyğun olaraq bir neçə pillənin dəyişdirilməsi zərurəti də meydana çıxıb. Bütün bu işlərin hər birisi avqust ayının 1-nə qədər tamamlanacaq və 4 eskalatorun hər biri işlək vəziyyətdə olacaq. Həmin vaxta qədər indi gördüyünüz kimi 2 eskalator üzü yuxarı olmaqla, biri isə üzü aşağı olmaqla çalışacaq. Çünki təhlükəsizlik qaydalarının tələbləri bunlardır. Amma avqust ayının 1-dən sonra, yəni xətləri ayırmağa başlayacağımız dövrlə bağlı məlumatları paylaşacağımız vaxta qədər eskalatorların hər birisi işlək vəziyyətdə olacaq. Çox sağ olun Bəxtiyar müəllim, ətraflı məlumat üçün. Bəli, mənim bugünə, eləcə də bu saata Bakı metropoliteninin 28 may metro stansiyasından çatdıracaqlarım bunlar idi. Sözü ötürürəm studiyaya, çünki bizi orada aparıcılarımız gözləyir. Hələlik. Gülnar, təşəkkürümüzü bildiririk.